Mingəçevirdə son vaxtlar əmlak qiymətlərinin bahalaşması gündəmdə olan bir mövzudur və insanlar bunun süni bahalaşma olduğunu qeyd edirlər. Bəs təbii və süni bahalaşma nədir? Təbii qiymət artımı, tikinti materiallarının qiymətinin qalxması, usta və fəhlə haqlarının artması əmlak bazarına birbaşa təsir edir. Bu inflyasiyadır. Üstəlik bir şəhərdə satışda olan əmlak az, əmlak almaq istəyən çoxdursa, qiymətin artması bazarın qanunudur. Süni qiymət artımı. Bəzən qiyməti bazar yox, panika təyin edir. Buna səbəb olan əsas faktor sosial mediadır. Belə ki, ev sahibi internetdə digər ev elanlarının qiymətlərinə baxır, mənim evim də heç də ondan geri qalmır deyir və yüksək qiymətlərlə elanlara yerləşdirir. Üstəlik peşəkar yanaşmanın olmaması və yeni əmlakçıların bu işin yalnız internetdə elan paylaşmaqdan ibarət olduğunu düşünməsi, heç bir qiymətləndirmə olmadan birbaşa ev sahibinin dediyi qiymətlərlə evlərin elana yerləşdirilməsi süni artımlara səbəb olur. Bəs sizin fikrinizcə hazırki bahalaşma süni bahalaşmadır, yoxsa təbii bahalaşmadır? Növbəti videomda sizlərə şəhər ərazisində olan əmlakların qiymətləndirilməsi barəsində məlumatlar qeyd edəcəm.